Hər kəs salamlayıram. Dostlar, mövzu nədir ki, mən istəyirəm qarnımdakı yağlar getsin. Bu gözəldir və istəyin də çox yaxşıdır. Sadəcə əgər sən yemək yeyib yürüyüş edirsənsə, bu da yaxşı bir göstəricidir. Çünki yeməyin həzm olunur, yatmamışdan öncə tox qarnına yatmırsan, insulin dirəncin varsa, ona meylli varsa, bu aradan qalxır, hüzur tapırsan. Amma ki, sən ac qarnına, yəni yürüyüş etsən, inanın ki, çox gözəl olar. Çünki enerji yoxdur axı, mədə boşdur. Enerji hardan alırsan? Qarnındakı yağdan, ümumi yağdan gedir də. Onun üçün sadəcə bir balaca əziyyət lazımdır. O dəvənin belində görmüsünüz də belə bir yağ olur, şişkinlik. Ona deyirlər hörgüc. O bilirsiniz nədir? Onun enerji mənbəyidir. İnsanda da həmçinin bu yağ onun enerji mənbəyidir. İndi mən qarnını göstərirəm, amma söhbət ümumi yağdan gedir. İnsan arıqlayanda sırf bir yerdən arıqlaya bilməz. Yəni dırnaqdan saça kimi harda yağ varsa gedir. Əksəriyyəti deyir mən üzdən tez arıqlayıram. Səbəbi siz nədir? Misal üçün üzdə 5 sm yağ varsa, amma qarında 15 sm-dir. İkisi də eyni anda arıqlayır. Sadəcə üzdə az olduğu üçün, yəni üz tez arıqlayır. Yəni belə, amma sırf qarından tək arıqlamaq mümkün deyil. Çünki elə olsa camaat niyə liposuksiya eləyir? Və əksəriyyəti deyir press elə qarnındakı yağlar əriyəcək. Bu mifdir, elə bir şey yoxdur axı. Onun üçün nə etməlisən? Birinci yeməyinə fikir verməlisən. İkincisi də ki, təbii ki, indi idman eləyirsən və yaxud press eləyirsən, yürüyüş edirsən, bunu elə. Amma bir daha söyləyirəm ki, ac qarnına sən yürüyüş eləsən, yağından gedəcək. Bir daha söyləyirəm ki, çalışın sağlamlığınızı qoruyasınız. Hər kəsə uğurlar.